Salam, əziz dostlar, əziz şahmatçılar. Biz bu gün sizinlə növbəti məşğələmizdə şahmatda ən vacib mövzulardan biri olan, hətta dərəcəli şahmatçıların və yüksək səviyyəli şahmatçıların da bilməli olduğu, deməli, bağlı mərkəz mövzusunu bu gün keçirik. Bu gün bu haqda bir mövqe analiz edirik. Nəzərinizə çatdırım ki, bağlı mərkəz gördüyümüz kimi bu mövqedə, məsəl üçün, Y xətti, D xətti, C xətti qapalı bir mövqe alınır və bu cür mövqelərdə adətən biz əks cinahlarda ya vəzir ya şah cinahında müxtəlif oyun planları haqqında düşünürük və oyun ərzində müxtəlif cinahlarda müxtəlif ideyalar fikirləşirik. Baxdığımız mövqedə ağ fiqurlarla Averbach Katova qarşı oynayıb və maraqlı bir midteş bir hissəsidir. Oyunun midteş bir hissəsidir. Oyuna nəzər yetirək. İlk gediş ağlar şah H2 gediş etmişdir. Şah H2 gedişinin mənası J3 və sonra F4 gedişi. Yəqin ki, şah cinahında ağların hücum oyun planı var. Çünki burada birbaşa J3 oynaya bilmirik. H3 piyadası filin zərbəsində qalır. Şah H2. Oyun şah H8 gedişi ilə davam etmişdi. Növbəti gedişdə şah H8, vəzir C2. Ağlar vəziri artıq buradan şah cinahına hərəkət elətdirir. At J8, qaraların planı F5 gedişidir. At J8-ə qaralar oynayır, fil J4. Yəni ağlar oynayır fil J4, F5 gedişinin qarşısını alır. Artıq F5 gedişi olmaz. Çünki YF, JF, fil F5-dən sonra ağlar piyada üstün qala bilir. Burada fil J4, qaralar oynayır at H6. At H6 J4 filinə təzyiq edir. Aydın məsələdir, belə mövqedə ağlar qara rəngli fili verə bilməz burada. Çünki qara rəngli filin atı dəyişsək, qaraların qara fil üstünlüyü yaranır və fil H6 C1 diaqonalında çox güclü bir mövqeyə sahib olur. Ona görə burada fil D7 vurub, vəzir vurur D7 və növbəti gedişdə vəzir D2 gedişini oynayır ağlar. Aydın məsələdir, ata hücum edir. Yenə F5 gedişinə ağlar hələ ki mümkün qədər imkan vermir və qaralar atı J8 xanasına geriyə qayıdır. Ağlar oynayır J4. Aydın məsələdir, dediyimiz kimi oyun planı şah cinahında getdiyi üçün J4 gedişi əhəmiyyətli gedişi. F5 ümumiyyətlə bu tip mövqelərin əsas ideyası F5 dağıdıcı bir gedişdir. Həm mərkəzə təzyiq edir, həm şah cinahındakı piyada strukturunu dağıtmaq üçün. Ağlar burada oynayıb F3. F3 oynayıb J4, Y4 piyadaları müdafiə edib. Vəzir Y2, yəni bizdə kitab analizində göstərir ki, vəzir Y2 oynayıb, ağlar J4 xanası müdafiə edə bilərdi. Yəni bu daha yaxşı gediş ola bilərdi. Lakin F3 oynayıb burada ağlar və növbəti gedişdə fil Y7. Aydın məsələdir, fil Y7-yə qaralar çıxır. Həm buradan fili oyuna daxil eləmək, həm əsas planımız top F8 və F xəttində topumuzu aktivləşdirməkdir. Ağlar top J1, D xəttindəki topu J1 xanasına hərəkət elətdirir. Top F8, aydın məsələdir, ideya və plan üzrə hər iki tərəf fiqurların hərəkət elətdirir. Top C-dəki F1, F xəttində top aktivləşir və top F7. Top F7 gedişinin mənası B topun F xəttinə gəlib, yəni növbəti gedişlərdə müəyyən təhlükələr yaratmaqdır. Ağlar vurur JF, qaralar vurur JF və JF gedişindən sonra ağlar oynayır top J2. Top J2 gedişinin mənası dediyimiz kimi topları J xəttində qoşalaşdırmaq və əhəmiyyətli bir belə deyək, top olan mövqelərdə lazımi bir plan həyata keçirilir. Toplar eyni xəttdə qoşalaşanda daha güclü fiqurlara çevrilir. Top J2 gedişini ağlar oynayır və top J2-yə qaralar oynayır F4. F4 gedişi filə hücum edirik, fili bağlayırıq. Fil F2. Fil F2 gedişini oynayır ağlar və top F6. Qaralar topu gətirir və top lazım olsa bizə H xəttindən növbəti gedişlərdə əhəmiyyətli bir gediş edə bilərik qaralarla. Ona görə top F6 xanasına manevr eləyirik. Top F6-da daha yaxşı dayanır. Yəni burada analizlərdə göstərir top J-dəki J1 qayıda bilərdi. Çünki burada artıq məsəl üçün at Y2, top J1 gedişləri kobud səhvdir. İndi biz at Y2 gedişinə baxırıq və at Y2 gedişi sual işarəsidir. At Y2 gedişinə qaralar çox gözəl bir kombinasiya həyata keçirdir və
ələ düşmüş şansdan düzgün şəkildə istifadə edir. Yəni bu mövqeyini siz də oyunun bu hissəsini stop düyməsi basıb, belə deyək, mövqeyini saxlayıb sərbəst işləyib təhlil edə bilərsiniz. Yəni oyun at Y2-yə vəzir H3 qurbanı ilə çox möhtəşəm bir qurbanla davam etmişdi. Vəzir H3 vəziri qurban verir qaralar. Əgər burada şah J1 xanasına hərəkət eləsə, top H6 gedişindən sonra artıq demək olar ki, matdan heç bir çıxış yolu yoxdur. Hətta fil qaçsa da vəzir H1-dən şah veririk. Növbəti gedişdə şah F2 gedişinə fil H4 və burada demək olar ki, qaralar rahatlıqla qalib gəlir. Vəzir H3-ə deməli şah H3 vurur və şah H3 gedişinə növbəti gedişimiz top H6 şah. Məqsədimiz vəziri qurban verməkdə, ağların şahının mövqeyinin zəifləməyindən, şahın daha irəlidə olmağından düzgün şəkildə istifadə eləməkdir. Top H6 şah məcburi gediş J4 xanasında hərəkət edir. Növbəti gedişimiz atla mümkün qədər tez rəqibə təhlükə yaradırıq. Şah F5 və biz burada baxırıq ki, ağlar bir vəzir üstündür, yəni qaralar vəziri qurban verib, lakin nə əldə edib? Ağların şahının mövqeyinin zəif olmağını əldə eləmişik və biz baxırıq ki, burada rəqibin şahının zəif mövqeyindən düzgün istifadə edib qələbə qazana bilərik. Yəni burada heç cür deyək ki, top H5 şah versə, şah gəlir Y6 müəyyən qədər müdafiə olunur, imkan düşsə burada topla, atla müdafiə gedişləri ola bilər. Yəni qaralar çox gözəl oyunun tamamında at J4 qurbanında həyata keçirdi. At J4 nə üçündür? Biz F xəttini açırıq. Çünki top F8 gedişi bizə çox vacib qələbə gedişidir. Bunu oynamaq üçün atı J4-də qurban veririk. Əgər topla yaxud piyada ilə bunu vursa, aydın məsələ növbəti gedişdə top F8 rahat bir mat alınır F5 xanasında. Yəni at belə deyək, ağların şahı mat edirik. At J4 gedişinə birbaşa, yəni şah J4 vursa, yəni bizim əhəmiyyətli ideyamız top J8 templə şah veririk, şah F5 və top F6 gedişindən sonra ağların şahı burada mat olur. Bəli, bu baxdığımız mövqe çox gözəl bir mövqedir. Siz də bu cür mövqeləri sərbəst şəkildə təhlil edib öz şahmat biliyinizi və belə mövqelərdə oyun vaxtı necə çıxış yolu tapmaq lazımdır, necə hücumu davam etdirmək lazımdır və bu haqda təsəvvürünüz yaranır. Ona görə sərbəst belə mövqeləri işləməyə çalışın və bizim də səhifəmizi izləyib daim yeniliklərimizlə maraqlana bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşmək ümidi ilə.